Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla maraqlı aktual mövzular ətrafında söhbət edəcəyik. Belə ki, bugün Ay Həkimin qonağı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Doktor Zakir Quliyevdir və biz həkimimizlə belə qərara gəldik ki, bugün qalxanvari vəz xəstəliklərindən, yəni tiroid problemlərindən danışaq. Arasında zob deyirlər və daha çox bu diaqnozu eşidən insanlar deyirlər ki, doktor zəhərlidir, qorxuludur, yoxsa xoş xassəlidir və s. Bütün bu sualların cavabını həkimimiz yəqin ki, daha aydın və daha dəqiq bizə deyəcək. Xoş gəlmişsiniz, çox şadam sizi görməyimə studiyamızda və əminəm ki, bugün çox informativ və maraqlı bir veriliş olacaq tamaşaçılar üçün. Ümumiyyətlə, qalxanvari vəz, onun önəmi, çünki belə baxanda düşünə bilərik ki, çox kiçik bir orqandır, amma bu qədər hökmü var bizim orqanizmimiz üzərində. Ümumiyyətlə, mən qalxanvari vəzə orkestra şefi deyirəm, bədənimizin orkestra şefi. Yəni, bədənimizdə hansı orqanın necə işləməsini təmin edəcək orqan, əslində o dediyimiz çox kiçik orqan dediyimiz qalxana bənzər vəzidir ki, tiroiddir. Yəni, tiroid istəsə, qalxana bənzər vəzi necə istəsə bizi bədənimiz sevə işləyəcək. Metabolizmimiz sürətli mi olur, az mı olur? Bədənimizdə hər hansısa belə deyim, ürək döyüntülərimiz çox mu olur, az mı olur? Yəni, bunun demək olar ki, hamısından idarə edən bizim qalxana bənzər vəzimizin hormonlarıdır ki, ona görə də mən hər zaman deyirəm ki, qalxana bənzər vəzi orkestra şefidir. Dirijor. Bəli. Ona görə də biz qalxana bənzər vəzini əslində mən bunu düşünürəm ki, bəlkə də tibbdə çox da ciddiyə almasaq da, amma öz-özlüyündə bir görəvi, funksiyası çox böyükdür. Ona görə də qalxana bənzər vəzini ciddiyə almaq hər zaman faydalıdır. Bu şefin işi nədən ibarətdir? Siz biraz əvvəl qeyd elədiniz əslində ki, orqanların işləməsini təmin edir, qərar verir. Azərbaycan əslində bu xəstəliklərin, qalxana bənzər vəz xəstəliklərinin sıx görüldüyü bir endemik zona hesab olunur. Gəlin danışaq, Azərbaycanda bölgələrə uyğunmu bölürük, yoxsa ümumiyyətlə qadın kişiyə uyğunmu bölürük? Bu xəstəliklərin rast gəlmə sıxlığı və səbəbi? Ümumiyyətlə, əvvəllər dediyiniz kimi, Azərbaycan xüsusən bəzi bölgələr var, Şəki, Zaqatala, Qax, bu bölgələrdə endemik zona olaraq sayılırdı. Amma cənab ölkə başçısının sərəncamı ilə suların yoddaşdırılması proqramından sonra demək olar ki, bu proses artıq aradan qaldırılıb. Yəni, buradakı o endemik olma səbəbi buydu ki, sudakı yodun çatışmazlığına görə biz endemik zona gedirdik. Amma suların yoddaşması nəticəsində artıq o demək olar ki, o problemləri yavaş-yavaş aradan qalxırıq. Biz qalxana bənzər vəzi xəstəliklərini belə deyək ki, bir neçə qrupa ayıra bilərik. Bir, qalxana bənzər vəzin zəhərli zobu dediyimiz, əslində el arasında zəhərli zob dediyimiz tiroidtoksikozu, yəni qalxana bənzər vəzi həddən artıq çox işləyir. Bir də qalxana bənzər vəzinin ola bilər ki, hipotireozu, yəni tənbəl zob dediyimiz ev arasında tənbəl zobu, yəni qalxana bənzər vəzi az işləyir. Bir də var qalxana bənzər vəzin düyünlü xəstəlikləri, yəni qalxana bənzər vəzində çoxlu sayda və yaxud da tək sayda düyünlər ola bilər. Digər şey, qalxana bənzər vəzin onkoloji xəstəlikləri ola bilər, bir də tiroidit, yəni qalxana bənzər vəzin iltihabı xəstəlikləri ola bilər ki, bizim cəmiyyətdə ən çox gördüyümüz tiroidit, yəni Hashimoto dediyimiz autoimmun xroniki tiroiditdir ki, əslində bu demək olar ki, qadınların hardasa yarısına yaxınında cəmiyyətdə var və Hashimoto tiroiditi var. Bu daha çox genetik keçir. Yəni bir insan bizim qarşımıza gəldiyində, onun analizlərinə baxdığımızda xüsusi analizlər var ki, anti-TPO və anti-TG. Bunları yüksək gördüyümüzdə biz onun ailə genetikasını sorğulaşdığımızda görürük ki, onun ya atasında, ya anasında daha çox müşahidə olunur bunlar. Amma dediyim kimi qadınlarda isə kişilərə nisbətən daha çoxdur. Normalda digər xəstəliklər kişilərdə daha çox rast gəlinirkən, ən azından qalxana bənzər vəzi xəstəliklərində bir balaca kişilər şanslıdır. Ona görə də qadınlarda qalxana bənzər vəzi xəstəlikləri daha çox müşahidə olunur. Vallahi doktor, hər gələn həkim deyir ki, bu xəstəliklər qadınlarda daha çox rast gəlir. Hələ mənim kişilərdə daha çox rast gəlir. Ürək qan damar sistemi xəstəlikləri. Ürək qan damar sistemi xəstəlikləri kişilərə daha çox olur. Onun səbəbi kişilər ürəyinə çox atır. Aha, Hashimoto edən kişilərin ürəyini xəstəliyə salırıq, belə demək olarsa. Səbəbi məlumdurmu? Genetik faktor dediniz. Amma sanki son illər bu Hashimoto diaqnozunu daha tez eşitməyə başladıq. Bu nəyə səbəbdir? Doğrudan xəstəlik artıb, yoxsa daha diaqnoz qoyma şansımız daha çoxalıb?
Yəni bunu belə deyək, əslində əlbəttə ki, digər xəstəliklərdə olduğu kimi Hashimoto'nun da yayılması çox rast gəlinir. Yəni bunun belə deyim, bir dediyiniz variant var ki, artıq diaqnoz qoymaq üçün daha rahat əlimizdə alternativ seçimlər var, insanlar daha rahat artıq maariflidirlər və həkimə daha çox müraciət edirlər. Digər səbəbi isə əlbəttə ki, cəmiyyətdəki baş verən dəyişkənliklər, istər-istəməz oturaq həyat tərzinin artması, qidalanma rejiminin dəyişməsi, pandemiyaların olması, bunların hamısını belə baxdığımızda əslində bu xəstəliyin artmasına səbəb budur. Hashimoto dediyimiz xəstəlik əslində bir autoimmun tiroiditdir. Yəni bu gün bədənimizin hüceyrələri, qalxana bənzər vəzin hüceyrələrini bədənimiz yad hüceyrə olaraq görür. Başlayır ona savaş açmağa, müharibə açmağa və başlayır öz-özünü zədələməyə. Yəni bunun da səbəbi hal-hazırda tibbdə tam olaraq bəlli deyil. Autoimmun olduğu bilinir, amma niyə? Qalxana bənzər vəzində autoimmun xəstəlik olur. Bu isə tibbə hələ məlum deyil. Bunun ən çox səbəb dediyimiz kimi anti-TG və anti-TB dediyimiz xüsusi antikorların qalxana bənzər vəziyyət müharibə, savaş açması nəticəsində meydana çıxır. Bundan başqa dediyimiz kimi bəzi xəstəliklər var, digər tiroiditlər ola bilər ki, məsəl üçün qalxana bənzər vəziyyətin yarımkəskin tiroiditi. Burada səbəb nə ola bilər? Bəzi infeksiyalar ola bilər. Hər hansısa bir virus mənşəli infeksiya var, bakterial mənşəli infeksiya var, göbələk mənşəli infeksiya var və yaxud da bəzi dərmanlardan sonra ola bilər və yaxud da tiroidit dediyimiz kimyaterapiyadan sonra ola bilər. Yəni bunların bir çox səbəbləri vardır və adda yatan xəstəliyə görə də bunun səbəbləri də dediyimiz kimi fərqli ola bilər. Bir məsələyə də toxunmaq istəyirəm. Mən funksional tibb eğitimi aldım və bu bütüncül tibb bu birisi çox belə populyardır. Tibb ona görə gəlir sanki. Bütüncül tibbi sanki orada artıq birləşirdi. Və burada hüceyrə səviyyəsində yaranan iltihabın fonunda bu autoimmun xəstəliklərin artması göstərir. Burada toksin yükümüzün artması və bu gün müasir bu tibbin, yəni funksional tibbin deyək ki, təklif etdiyi aralıqlı oruc, glutensiz qidalanma, laktozsuz qidalanma, bədənin bu toksik yükünün azaldılması kimi məsələlərə diqqət, bu qədər diqqət cəmləməyimiz doğrudurmu? Sizin təcrübəniz nə deyir? Doğrudan da oradan biz müsbət geri dönüşlər gözləyəkmi? Əslində dediyiniz kimi günümüzdə artıq aparılmış yeni araşdırmalar, yeni tədqiqatlar xəstəlikləri hüceyrə səviyyəsində, molekul səviyyəsində araşdırmağı tövsiyə olunur. Yəni biz əvvəllər xəstəliyə bir orqan olaraq baxırdıqsa, amma artıq yeni araşdırmalar tamamilə molekul səviyyəsinə enilməsini tövsiyə edirlər. Dediyiniz şey də odur ki, oradakı hər hansısa mikroelementin, mineralın çatışmazlığı və ya hüceyrələr arasındakı bağlantıların doğru getməməsi, yəni bu onu göstərir və əslində tibbin inkişafı da bu istiqamətdə gedir və bir çox onkoloji xəstəlikdə də əslində bu hüceyrə səviyyəsində, molekul səviyyəsində aparılmış araşdırmalar müsbət nəticələr özünü göstərir ki, eyni qaydada qalxana bənzər vəziyyət xəstəliyində də biz düşünürük ki, molekul səviyyəsində, hüceyrə səviyyəsində aparılacaq araşdırmalar burada bir çox pozitiv nəticəsini göstərəcək. Bəli, birbaşa əlaqəlidir. Əlaqəlidir. Yəni çünki bilirsiniz necə, bu biraz da çətinliklər yaradır xəstələrdə. Niyə? Gəlir hamıya deyirik ki, glutensiz qidalan, laktozsuz qidalan, bu glutensiz məhsullar bahadır, onları tapmağa çətinlik çəkilir, hər kəs hazırlaya bilmir və sanki bu xəstəliyin gedişatına mane olurmuş kimi bir şey yaranır, fikir yaranır və yaxud pasiyentin aclığa dözümü yoxdur, amma məcbur edirik onu ki, deyək ki, gündə cəmi 2 dəfə qidalan, çox böyük aralar ver yeməklərin arasında. Burada, yəni mənim fikrimcə xəstəlik yox, xəstə var. Burada xəstəyə individual yanaşmaq lazımdır ki, onun həyat tərzinə uyğun, onun yanaşı gedin xəstəliklərinə uyğun. Amma biraz da bu məsələnin sosial mediada belə hər kəs sanki bu haqqda danışır, hər kəs bu haqqda məlumatlıymış kimi məsləhətlər verir. Sizin fikriniz maraqlıdır, həkim olaraq. Bunu başqa bir verilişdəykən danışarkən bunu vurğuladım ki, misal üçün mən bugün burada glutensiz qidalanmaq sağlamdır, sağlıqlıdır desəm, bu sosial mediada, sosial şəbəkədə və yaxud da hər hansısa bir platformada bunun viral şey olması, brend olması, trend olması çox gözlənilmir. Amma hər hansısa bir blogerin və ya da tiktokerin çıxıb bunu deməsi ciddi şəkildə rezonans yaradacaq. Ona görə də buradakı məsələ nədir? İnsanların biraz daha tibb insanlarına, həkimlərə inanması, onlara güvənməsi, onların dedikləri ilə uyğun hərəkət etməsi. Belə deyim, mən şəkərli diabet bir xəstəm var mənim. Bu mənə zəng elədi ki, doktor, bəs mən digər hər hansı bir klinikadayam, koma vəziyyətindəyəm. Yaxınları mənə zəng elədi ki, tamam dedim, götürün gəlin, nəsə ambulansla bizim xəstəxanaya transfer elədi xəstəmizi. Yəni xəstənin müalicəsi çox gözəl gedirdi, insulin terapiyasındaydı. Xəstəyə vurğuladığımızda ki, nə oldu, niyə belə oldu? Deyir, nəsə xəstə belə toparlanan düzəndən sonra anamnez topladığımızda deyir, hər hansı bir platformada bir dənə deyir meyvə var idi,
meyvəni deyir yeyəndən sonra kaktus meyvəsi. Deyir bura rəqəm olunur. Kaktus deyir meyvəsini mən deyirlər şəkərin birbaşa müalicəsidir bu. Mən deyir kaktus meyvəsini yedim. Bir kiloya yaxın deyir kaktus meyvəsi yedim. İnsülinlərimi də deyir buraxdım. Nə oldu? Bu adam girdi komaya. Və buradakı məsələ budur ki, yəni oradakı hər hansı o sosial şəbəkədə bunu paylaşan insana güvənimiz tamdır, amma tibb təhsili olan, həkim olan birinə isə dediklərini bəzən görməzlikdən gələ bilirik. Ona görə də yəni hər zaman belə deyim, bir maşınımızı ustaya, avtomobilimizi ustaya apardığında biz nə edirik? Hər hansısa bir mütəxəssis apararkən harasında maşın, avtomobil problem varsa ona doğru aparırıq. Yəni biz avtomobil ustasını hər hansı santexnika aparmırıq və ya başqa bir həkim aparmırıq. Problemi olana aparırıq biz. O bilsin ki, sosial şəbəkədə onu paylaşan adamın bəlkə də başqa bir istiqamətdə məndən daha yaxşıdır. Ona görə də çox təəssüflər olsun ki, bəzən dili olan deyir, ağzı olan danışır. Sosial şəbəkədə də bu vardır. Bəli. Və bu da istərseniz qarşındakı insanın da yəni buna inanıb inanmayacağını, yəni ola bilər, yaza bilərsən ki, kaktus meyvəsi şəkər xəstəliyinə müsbət təsir göstərir. Amma bunu deyə bilməzsən. Kaktus meyvəsi şəkər xəstəliyini müalicə edir. Qarşındakı insan buna inana bilər. Və yaxud qurbağa ilə tiroidi müalicə edirəm. Bu birbaşa, buna gəl deyən insanlar bir mənalı olaraq o insanın həyatını təhlükəyə atırlar. Yəni bunu deyə bilər ki, deyəlim ki, qurbağa qalxana bənzər xəstəliyinə xeyir eləyə bilər. Amma yəni mən bunu qurbağa ilə qalxana bənzər xəstəliyini düzəldirəm. Bunu demək müalicə edirəm. Baxın, qurbağa zəhəri yedi, öldü. Yazıq qurbağanın heç xəbəri yoxdur zəhərdən. Mən belə bəzən inanıram şəxsiyyətə görəsən belədir. Yox, orada temperatur fərqi var. Qurbağanın temperaturuna, insanın temperaturuna və qurbağa sadəcə yazıq orada termoregulyasiyası pozulur. Amma bunu elə təqdim edirlər ki, güya bu sizin tiroidinizdəki zəhəri uddu, qurbağa öldü və yaxud eyni də zərli terapiyası. Yəni istənilən halda yaxşı olar ki, biz həkimlərə inanaq və işin mütəxəssislərinə güvənək bu mövzuda. Hashimoto xəstəliyi nə kimi problem yaradır insanların həyatında, həyat keyfiyyətindəmi? Yəni belə onlarda olsun, antitepon yüksəkdir, belə də yaşayıram, 3-5 kilo artıq çəkim var. Niyə bunu müalicə etmək və nəzarətdə saxlamalıyam? Ümumiyyətlə Hashimoto tiroid dediyimiz, xroniki autoimmun tiroidit dediyimiz xəstəlik bir növ bədənimizdə dediyimiz kimi autoimmun bir xroniki tiroiditdir. Buradakı məsələ nədir? Bəzən biz bunu görürük ki, insanlar gəlir ki, məndə Hashimoton var, mənə hansısa bir həkim müalicə yazıb, sən Hashimotonu düzəldəcəm. Qəti şəkildə mümkün deyil. Hashimoto xəstəlik, sağlanan xəstəlik deyil. Müalicəsi yox. Hashimoto, bəli, məsələn, anti-TP var, anti-TG var. Bir dəfə müsbət gördük, vəsə, bitdi. Bizim üçün bir daha o anti-TP-nun yüksəlməsi, azalması heç bir əhəmiyyət kəsb eləmir. Anti-TP yüksəkliyini gördük, diaqnozunu qoyduq, bitdi. Bundan sonra biz heç vaxt Hashimotonu müalicə etmirik. Biz Hashimoto tiroiditinə bağlı olan hipotiroid, yəni hormonal disbalansın yarandığında biz müalicə edirik. Bəzən ola bilər ki, bəli, Hashimoto zamanı hipotiroidin yaranma səbəbləri ola bilər ki, nədir? D vitamin çatışmazlığı, selen, sink çatışmazlığı, biz bunları yerinə qoya bilərik. Amma kimsə deyə bilməz ki, mən Hashimoto tiroidini müalicə edirəm. Xeyr, qəti şəkildə Hashimoto tiroidini müalicə olan xəstəlik deyil, autoimmun xəstəlikdir. Ta ki, biz ölənə qədər də o bir xəstəlik bizlə gedəcək. Biz o vaxtda müalicə edirik ki, qalxana bənzər vəzində hormonal disbalans yaranır. Bunun daha çox səbəbi nə ola bilər? Daha çox yaranan xəstəlik hipotiroid, yəni qalxana bənzər vəzin tənbəlliyidir. Bir növ şey kimi düşünün, bir qalxana bənzər vəzinə qarşı daimi hüceyrələrimiz tərəfindən bir hücum var. Bir müddət sonra qalxana bənzər vəzin sıradan çıxır və başlayır hormonlarımızı qalxana bənzər vəzin ifraz etməsi gərəkən T3, T4 dediyimiz hormonlar, bunların miqdarının azalma olur. Biz o zaman dediyimiz xüsusi dərmanlar var ki, onlara artıq başlayırıq. Bəzən də ola bilər, Hashimoto hipotiroidə keçməsin deyə biz sink, selen, D vitamini ilə dəstək verə bilərik. Amma biz Hashimotonu müalicə eləmirik. Buradan bir daha səslənirəm. Hashimotonu əgər hər hansısa bir insan mən Hashimoto müalicə edirəm deyirsə, tamamilə yanlışdır. Hashimoto müalicə olunmur. Yəni bu mikroelementləri yazmaqda da məqsədimiz həyat keyfiyyətini yaxşılaşdırmaq. Bəli, o hormonal disbalansın maksimum dərəcədə qarşısını almaq. Aha. Bu hətta Hashimotolarda belə bir fikir var. İndi siz daha doğrusunu deyirsiniz ki, mütləq ildə 2 dəfə 3 ay kursdan selen qəbul etməlidirlər. Bu mütləqdirmi? Yoxsa qidalardan aldığımız mikroelementlər yetərlidirmi? Yəni çox gözəl vurğuladınız. Bəzən dediyimiz kimi, məsələn, biz selen, sink kimi mikroelementlərə çox analizlərdə baxmırıq.
Bunun əslində normal bildiyimiz çərəzlərdə, xüsusən də qozda həddindən artıq C-dən zəngindir. Yəni biz əmin olun ki, mütəmadi olaraq bunu qəbul edərsək, heç o C-ni də qəbul etməyimizə ehtiyac olmaz. Braziliya cevizi necə? Belə Olar. onun ikisi gündəlik dozasını ödəyir. Tərkibindəki şeyin C-ni miqdarı çox olduğuna görə bu istifadə oluna bilər. Bir də D vitamini burada çox önəmlidir. D vitamini mütləq şəkildə, xüsusən də qış aylarında D vitamini çatışmazlığını biz çox görürük. Nəinki qış aylarında, yay aylarında da biz günəşi sevməyən insanlar olduğumuza görə, ona görə bizdə D vitamini çatışmazlığı çox görülən ölkəyik biz əslində. Ona görə D vitamini də çatışmazlığı da Hashimoto'nun hormonal disbalansa keçməsinə gətirib çıxarda bilər. Ona görə də mütəmadi olaraq D vitamini qəbulu da mütləq tövsiyə olunan vitaminlərin arasındadır. Amma təkrar vurğulayıram ki, mütəmadi olaraq bəli, Hashimoto əgər tiroiditi varsa bir insanın 6 aydan bir heç olmayan qalxana bənzər vəzi hormonlarının TH, T4 və bir də TSH dediyimiz hipofizdən ifraz olunan tiroid stimüləyici hormonun miqdarına baxmaqda fayda var. Çünki onun dediyimiz kimi miqdarına baxaraq biz hormonal disbalans varmı, yoxmu, müalicəyə ehtiyac varmı, yoxmu onu qərar veririk biz. Hashimoto problemi sonsuzluğuyla əlaqəsini istəyərdim vurğulayaq mütləq. Bu da maraqlı bir sualdır. Demək, Hashimoto əgər tiroiditi hipotireoza gətirib çıxardarsa, yəni qalxana bənzər vəzinin tənbəlliyinə gətirib çıxardarsa, bəli. Bu zaman nə olur? Bizim istər-istəməz qadınların hamilə qalmasına sıxıntı ola bilər. Ona görə də hətta biz hamilə qadınların bəzən sonsuzluq araşdırarkən mütləq şəkildə baxdığımız analizlərdən biri də TSH-dır ki, yəni əgər TSH-ımız çox yüksək miqdardadırsa, bu zaman nə olur? İnsanların hamilə qalmasında bura çətinlik çəkilir. Hətta ona görə də bütün sonsuzluqlarda rutin analizlərdən TSH var. Hamilə qaldıqdan sonra da mütləq şəkildə birinci, ikinci trimestr və üçüncü trimestrdə, hər trimestrdə biz qalxana bənzər vəzin izləyirik. Çünki uşağın beyni inkişafı üçün mütləq vacibdir qalxana bənzər vəzinin hormonları və eyni zamanda bəzən də zəhərli zob zamanı da bu çox görmərik sonsuzluq, amma bu zaman daha çox gördüyümüz şey nədir? Erkən düşüşlər, erkən doğumlar daha çox müşahidə olunur. Ona görə qalxana bənzər vəzinin mən girərkən mövzuya bir orkestra şefi demək səbəbim budur. Yəni heç bir orqan deyə bilməz ki, mən qalxana bənzər vəzinin aslı deyiləm. Xeyr, hər bir hüceyrəmiz, hər bir orqanımız qalxana bənzər vəzinə möhtacdır. Ona görə qalxana bənzər vəzi orkestra şefidir. Orkestra şefini kim əsəbləşdirsə, onun da nəticəsi fərqi var. Bəli, orqanları başsız qoymaq olmaz. Bəli, Necə ki, biz orkestrdə şefsiz, dirijorsuz qoya bilmərik. Təşəkkür edirəm ətraflı məlumat üçün. Biz davam edəcəyik. Mən istəyirəm verilişimizin ikinci yarısında bu düyünlərdən danışaq. Çünki onlar da bəzən bizim qorxulu yuxularımıza çevrilir. Biz reklamlara bağlanacağıq, amma öncə istəyirəm verilişimizin sponsorlarına təşəkkürümü bildirim dostlar. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium, D3, Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Kalsium və D vitaminin difisitinin profilaktikası məqsədilə, həmçinin kalsium və D vitamini difisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə olunur. Kalsium D3 Nikamet 25 ildən artıq mövcuddur, sınanmış preparatdır, hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. İstifadəsi də rahatdır, çünki çeynəmə tabletləri şəklindədir. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovadır. Belə ki, Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Reklamlara baxaq, sonra söhbətimizi davam edək. Ay Həkim davam edir dostlar. CBC Sporta baxırsınız. Studiyada Doktor Tutu Zeynalıvadır. Bugünkü qonağımız Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Doktor Zakir Quliyevdir və biz bugün qalxana bənzər vəz xəstəliklərindən danışırıq və orqanizmimizin doktorun da qeyd etdiyi kimi dirijorundan danışırıq ki, onun necə edək ki, o maksimum sakit və rahat olsun və bizim bütün orqanlarımız öz qaydasında işini görsün. Doktor, biraz əvvəl verilişin girişində qeyd etdiniz ki, burada qalxana bənzər vəzin düyünlü xəstəlikləri də var ki, biz düyün görəndə biraz qorxuruq. Hələ həkim bizə biopsiya təklif etdisə, bu ümumiyyətlə bəli dünyanın sonudur. Çox stresin içində gözləyirik ki, orada nə çıxar. Bu vəzin düyünləri və oradan pis nəsə çıxma ehtimalı nə qədərdir? Bir gün səhər-səhər Türkiyədə poliklinikaya girərkən qapının önündə bir cavan qızın ağladığını gördüm. 25 yaşlarında bir qız idi. Keçdim məsəl otağa, sonra ürəyim dözmədi, çıxdım, sonra nə məsələdir? Dedi, mən xərçəngəm. Bunu deyəndə istər-istəməz cavan qız 25 yaşında insan pis olur. Tam otağa keçdim, danışdım, dedim, nəyə əsasən xərçəng olduğunu deyirsən? Deyir, bəs mən UZ elədim, ultrases müayinəsi elədim. Ultrases müayinəsində məndə düyün aşkarlandı.
Amma həkim mənə dedi ki, ciddi bir şey deyil. Amma mən deyir internetə axtardım, yazdı ki, ilk səbəb dedi ki, xərçəngdir. Mən dedi qalxana bənzər vəzi məndə tiroid xərçəngi var. Sonra ona izah etdim məsələni ki, yəni bu o deyil də. Ona görə də bəzən insanlar düyünün adı çəkildiyində belə istər-istəməz artıq bütün həkimin dediyini belə hər şey unudurlar. Tək İlk ağla gələn xərçəng. Axtarma platformasından direkt ilk zaten həmişə nədir? Ən pisi ən önə çıxırlar. Baş ağrısı yazın şeyə, hər hansı axtarma platformasında ilk çıxacaq şey nədir? Beyin xərçəngi. Yəni baş ağrısının milyon dənə səbəbi var, amma beyin xərçənginin hər zaman 95% gərginlik baş ağrısı. Bəli, reytinqə görə birinci beyin xərçəngi yazı var. Ona görə də yəni düyün olan insanlar qorxmasınlar. Yəni qalxana bənzər vəzin düyünlərinin 95%-dən çoxu zaten xoşxassəlidir. Dediyimiz Hashimoto'nun özü də orada düyün verə bilər. Orada bəzi düyünlər var ki, bunlar bizim üçün əslində belə deyim, onkoloji xüsusiyyət daşıyırlar. Bizim onun artıq xüsusi bir sistemimiz var, triat dediyimiz sistem var ki, bunlar artıq belə deyim, triat 4-ə qədər çox qorxmuruq. Triat 4 varsa biraz şübhəlidir. Bunu biopsiyanı tövsiyə edirik. Yəni bu hansıdır? Xüsusi düyünlər var ki, mikrokalsifikasiya olan düyünlər, həddindən artıq böyük düyünlər, sovit dediyimiz düyünlər var ki, bunlar bizim üçün biraz daha onkolojiya meyillidir. Amma burada da qalxana bənzər vəzi əgər həkim mütləq tiroid biopsiyası, incə iynə aspirasyon biopsiyası tövsiyə edirsə, mütləq olmalıdır bu. Əgər biopsiyanın cavabında onkoloji gəlibsə, o zaman yenə qorxmamaq lazımdır. Çünki qalxana bənzər vəzi onkologiyası digər onkologiyalar kimi o qədər ağır gedişə malik xəstəlik deyil. Yəni burada bir əməliyyatla, bəzən ola bilər ki, əməliyyat sadəcə qalxana bənzər vəzin götürülməsi ola bilər, bəzən qalxana bənzər vəzi ilə bərabər ətrafdakı limfa vəzilərinin əməliyyatla götürülməsi ola bilər. Yəni bitdi. Yəni bununla proses bitir. Yəni digər onkoloji xəstəliklər kimi qalxana bənzər vəzi xərçəngi çox belə deyim, ağır gedişə malik olmur. Xüsusən də qalxana bənzər xərçənglərin içində ən çox gördüyümüz papillər tiroid xərçəngidir ki, papillər tiroid xərçəngi isə artıq Yaponiyada xərçəng adından çıxıbdır. Papillər tiroid xəstəliyi gedir. Yəni o qədər xoşxassəlidir ki, yəni bir insan papillər tiroid xərçəngidirsə, bu insan əməliyyat etməsə belə bunun ölmə ehtimalı 50 ildən uzun müddətdir. Ona görə də insanlar yəni bir xərçəng diaqnozu qoyduğunda, qalxana bənzər xərçəng diaqnozundan qəti şəkildə qorxmasınlar. Yəni bunu doğru, amma buradakı ən böyük səbəb budur ki, insanlar biopsiyadan bilinməyən olaraq çəkinirlər. Yəni biopsiya edərsək bizdə hər hansısa bir qorxacağımız bir şey gələ bilərmi? Bir də buradan bir şey vurğulayım insanlara. Evdə özləri qalxana bənzər vəzin müayinəsini edə bilərlər. Bu çox rahatdır. Bunu bir yaddan çıxmadan vurğulayım. Bunun üçün edəcəklər şey nədir? Bir aynanın qarşısına keçəcəklər, su götürəcəklər. Suyu istiklərində buradakı bizim udqunma zamanı hər hansısa girinti, çıxıntı varmı? Hər hansısa bir belə deyim də, ələ gələn bir düyün varmı? Bunu rahat şəkildə görə bilərlər. Misal üçün, məndə baxsanız, udqunma zamanı tamamilə rahat, tamamilə sərbəstdir. İstər-istəməz insanlar güzgünün qabağını, aynanın qabağını istəyir, bunu özləri edə bilərlər. Yəni bunu da belə deyim, bir dipnot olaraq keçim. Yəni dediyim kimi düyün varsa qəti şəkildə qorxmasınlar. Həkim əgər biopsiya deyibsə, biopsiyanı etdirsinlər, həkimə inansınlar, hər hansısa qurbağadan çarə ummasınlar. Mədət ummasınlar. Çünki dediyim kimi qurbağanın tip təhsili olduğunu mən düşünmürəm ki, hər hansısa qurbağa tip təhsili almış olsun. Ona görə də bir mənalı olaraq tip təhsili olan insanlara etibar etsinlər. Həkim biopsiya deyirsə, mütləq o biopsiya olmalı. Hə, bu ola bilər, üzr istəyirəm. Aha, buyurun. Bu ola bilər. Misal üçün, Zakir doktora güvənməyə bilər ki, kimsə. Yəni biz normalda belə deyim də, hər hansısa bir avtomobildən söhbət edim. Avtomobili gedərkən usta axtarırıq. O usta ola bilər, bu usta ola bilər. Bu ustanı bəyənmirəm, digər ustaya apara bilərəm. Ya da Zakiri bəyənməyə bilərlər. O zaman başqa bir həkimə müraciət edə bilərsiniz. Başqa bir həkimi soruşa bilərsiniz, araşdıra bilərsiniz. Amma Zakir həkimdən qurbağaya da keçmək də heç də doğru bir şey deyil. Ona görə də mütləq tip təhsili olan insanlara müraciət etsinlər, xüsusən də peşəkar ixtisaslı həkimlərə müraciət etsinlər. Ona görə də yəni biopsiyadan qorxmasınlar. Bəzən deyirlər biopsiya qorxudurmu və yaxud da hər hansı ağrı verirmi? Xeyr. Necə ki biz normal bir əzələyə iynə vururuqsa, eyni bir proseduradır. 5 dəqiqə çəkən bir proseduradır. Kiçik bir ultrases müayinəsində kiçik bir iynənin orada bir parçanın götürülməsidir. Düyünün ölçüsündən asılı olaraq yəqin ki qərar verir biopsiyaya. Bir də çox vaxt qorxurlar ki, ora iynə toxunsa, o yayılar, dağılar, böyüyər, sayı artar. Ümumiyyətlə, bu düşüncə tamamilə mif düşüncədir və uzun illərdir bu insanların təəssüflər olsun ki, fikrində qalır. Amma sanki bu son vaxtlarda biraz artıq bu fikir dağılmağa başladı ki, maariflənmə sayəsində. Yəni, hər hansı onkoloji törəməyə biopsiya etdiyimizdə onun artma ehtimalı yoxdur, elə bir şey yoxdur.
Yəni eyni qayda qalxana bənzər vəzi xəstəliyindədir. Tiroida biz biopsiya etdiyimizdə o xərçəng keçəcək və yaxud da bəzən də şey deyirlər, onun erkəyi, dişisi olur dedikləri. Məsələn, erkəyi nədir? Erkək xoş xəstəlidir. Dediyimiz kimi erkək kişilər burada yenə də yazıq qadınlar. Qadınlar isə yəni bəd xəstəliyi çünki çoxalır mənasında. Yəni hər hansısa bir biopsiya ilə bir onkoloji xəstəlik xoş xəstəlikdən bəd xəstəliyə keçməz. Və yaxud da bu xəstəliyin gedişatına təsir etməz. Ona görə əksinə biopsiya eləməsək nə baş verər? Xəstəlik daha ileri mərhələyə gedə bilər. Neçə dəfə olubdur? Xəstə gəlir bizə hər hansı onkoloji bir proseslə, demiş xəstəyə şübhə olub ki, onkoloji xəstəlikdir, demiş ki, biopsiya eləyək deyib, yox doktor, biopsiya eləmirəm mən falan. Gedir 1 il, 2 il sonra gəlir, artıq biz xəstənin detaylı müayinə etdiyimizdə görürük ciddi şəkildə metastazları var. Yəni vaxtında biopsiya olunsaydı tamamilə qurtulma şansı olan insan artıq terminal mərhələdə, 4-cü mərhələdə yanımıza gəlir və biopsiya şansımız artıq demək olar ki, nəinki biopsiya, heç müalicə şansımız belə yoxdur. Ona görə də əgər həkimimiz biopsiya deyibsə, bu zaman mütləq şəkildə biopsiya olmasını tövsiyə olunursa əgər edilməlidir. Aha. Bir də bizim cəmiyyətdə 20-30 il öncə yadımdadır ki, mən universiteti bitirəndə Topçubaşov adlı Elmi Tədqiqat Cərrahiyyə İnstitutunda internatura keçmişəm və orada hər gün bir 10-15 tiroid əməliyyatı olunurdu. Bir də cəmiyyətdə bax o 20-30 il bundan qabaq əməliyyat olunan və dərman qəbul etməyən bir qrup xəstə var. Bax, tiroid əməliyyatından sonra istər xərçəngi olsun, istər vəzin götürülməsi olsun, bu əməliyyatdan sonraki həyat necə olmalıdır? Çünki bəzən düşünürlər ki, vəzi çıxartdırdı, məsələn, bununla da iş bitdi, müalicəm tamamlandı. Ümumiyyətlə, əvvəllər dediyimiz o dönəmlərdə tiroid əməliyyatlarında daha çox parsial, yəni qalxana bənzər vəzin bir hissəsini götürüb, digər hissəsini saxlamaq əməliyyatları daha ön plandayken, bu gün isə artıq total tiroidektomi, yəni tamamilə qalxana bənzər götürülməsi daha ön plandadır, daha çox seçimdir. Bəzi belə deyim də məsələlər xarici olaraq. Ona görə də əgər bir hissəsi götürülübsə tiroidin, digər hissəsi işini görür. İşini gördüyünə görə nə olur? Onun dərman istifadə etməyə çox da ehtiyacı olmur. Amma tamamilə tiroidini götürdüyümüzdə düşünün ki, orkestra şefini götürmüsünüz. O zaman orkestra şefini bəli, o zaman nə edəcəksiniz? Edəcəyiniz şey odur ki, xaricdən bir dənə orkestra şefi gətirdirmək. Ona görə də biz xaricdən artıq orkestra şefinin işini görəcək dərmanları qəbul edirik. Çünki yoxdur artıq bizim orkestra şefi olmadı, dərman içməyə biz məcburuq. Ona görə bu total tiroidektomiyadan sonra mütləq qəbul olmalıdır və bir də bu ola bilər ki, daha çox bizim əməliyyat etdiyimiz xəstələr, əməliyyat edilən xəstələr cərrahlarımız tərəfindən bir şeydir, əgər onkoloji şübhəsi varsa, bu vardır. İkincisi də zəhərli zob dediyimiz xəstəlik zamanı biz dərman müalicəsini 6-12 ay müddətində dərman müalicəsini edirik. Əgər 6-12 ay ərzində biz effekt almırıqsa, o zaman zəhərli zobu əməliyyatla götürmə tərəfdarıyıq biz və ya radioaktiv yod verilə bilər orada və ya digər seçim isə dediyimiz kimi cərrahi əməliyyat ola bilər. Bu zaman isə dediyimiz kimi artıq günümüzdə tövsiyə olunan bəzi məsələlər xaric total tiroidektomiyadır. Bu insan total tiroidektomiya olan insanların isə mütəmadaimi olaraq ömürlərinin sonuna qədər orkestra şefinin işini görəcək hormonları kənardan qəbul etməyə məcburdurlar. O kənardan qəbul etdiyimiz preparatın isə bizə heç bir zərəri yoxdur. Bədənimizdəki olması gərəkən hormonu biz kənardan qəbul etmiş oluruq. Bəs bugün müasir insanın bu toksik yükünün artması necə təsir edir bizim qalxanvari vəzimizə? Çünki nəzərə alsaq ki, istifadə etdiyimiz ev təmizləyici məhsullar olsun, gündəlik məruz qaldığımız toksinlər olsun, bu istər kassa çekləri olsun, istər makyajımız olsun, yəni hər şey hara baxsan toksindir və bu yükümüzü artırır. Burada bu toksinlərin rolu nə dərəcədə mövcuddur? Bildiyimiz kimi orkestra şefinin davam edək ki, orkestra şefləri incəsənət adamlarıdırlar və bunlar incəsənət adamları isə daha duyğusal, daha həssas olurlar. Onlar hər hansı kənardan bir faktora qarşı daha çox reaksiya verir, daha həssas olurlar. Eyni qədər qalxana bənzər vəzdə çox həssasdır. Kənardan olan hər bir xəstəlikdən, hər hansı bir faktordan, yad faktordan həmən etkilənir. Evin ərkəsöyün uşağıdır, dediyimiz kimi. Çox belə birdən nəyə görə? Çünki bu adam hər zaman nə olubdur? Orkestra şefi olubdur, orqanizmin ən yaxşısı olubdur. Kənardan bir nəfər ona nəsə eləyəndə o deyir ki, yox, ilk mən deyir küsəcəm. İlk mənə təsir edirsən. Ona görə də kənarda olan bütün xarici faktorlar ciddi şəkildə təsir edə bilər. Hətta pandemiya dönəmindən sonra, Covid pandemiyasından sonra da qalxana bənzər vəzi xəstəliklərin ciddi şəkildə artdığını görürük. Burada bəli, stres faktorunun böyük rolu var. 2, virusun özünün birbaşa təsiri var. Üçüncüsü isə və ən çoxu isə təəssüflər olsun ki,
istifadə etdiyimiz dərmanlar var idi ki, bunların çoxu qalxana bənzər vəzində ciddi problemlərə gətirib çıxartdılar və İşinə mane günümüzdə hətta mən 2 il öncə bir pandemiyaya görə bir DV televiziyasında çıxış eləyərkən mən dedim ki, 2-3 il sonra endokrinoloqların çörəyi artacaq, endokrinoloqların xəstəlikləri artacaq və günümüz əslində onu göstərdi ki, həqiqətən də endokrinoloji xəstəliklərin sayı pandemiyadan sonra demək olar ki, 1-ə 2 artmış vəziyyətdədir. Aydındır. Bu pandemiyada biz COVID-ə yoluxanlardan mı danışırıq? Onların Bəli. İstifadə edən COVID-ə yoluxub COVID-də istifadə etdiyimiz bəzi dərmanlar var idi ki, yəni əslində burada bəzi dərmanlar var idi ki, artıq günümüz protokollar deyir ki, tamam o dərmanların istifadəsi doğru bir şey deyil. Onlar əksində xəstəyi ağırlaşdırırdılar. Yəni çünki COVID-19 pandemiyası dünya üçün yeni bir pandemiya olduğuna görə istifadə olunan dərmanların da çox belə deyim, hər hansısa bir araşdırmaq üçün vaxt yox idi ki, araşdırılsın. Sadəcə onlar faz 1, faz 2 mərhələsini keçdikdən sonra birbaşa insanlara istifadə etməyə məcbur idilər. Çünki xəstəlik sürətli yayılırdı, sürət ölümlərə gətirib çıxardırdı. Hər şey sınamalı idi. Bəli, onun üçün dediyimiz kimi uzun periodlara ehtiyac vardı bir dərman təhlükəsizliyi üçün. Amma COVID-19 pandemiyası bizə o şansı vermədiyinə görə dərmanlar istifadə olunurdu. Amma sonraki etaplarına aparılmış araşdırmalar bir çox dərmanın COVID-19 pandemiyasında istifadəsinin xəstəliyi ağırlaşdırdığını göstərdi. Amma dediyimiz kimi şükür Allaha günümüzdə artıq COVID-19 pandemiyasının izləri qalıb sadəcə olaraq. Özü artıq demək olar ki, Cənab Prezident dediyi kimi görbagör olub. Bir məsələyə də toxunmaq istəyirəm, doktor. Qalxanvari vəzin xəstəlikləri, xüsusilə Hashimoto'nun yanaşı gedən hansısa xəstəliyə təsiri və yaxud elə xəstəliklər varmı ki, onlar Hashimoto varsa mütləq o xəstəliyi də biz axtarmalıyıq pasientlərdə? Ümumiyyətlə, dediyimiz kimi Hashimoto xəstəliyi bir autoimmun xəstəlikdir. Bir insanda Hashimoto varsa, mütləq digər autoimmun xəstəliklər araşdırılmalıdır. Ümumiyyətlə, bir insana bir autoimmun xəstəlik varsa, digər autoimmun xəstəliklərin də olma ehtimalı çoxdur və hətta revmatoloji xəstəliklərin də birlikdə görülməsi çox müşahidə olunan bir xəstəlikdir və yaxud da tip 1 diabetlə Hashimoto'nun bərabər olduğu çox xəstəlik var ki, tip 1 şəkər diabet dediyimiz əslində autoimmun bir xəstəlikdir. Eyni qaydada revmatoloji xəstəliklərdən revmatoid artrit və yaxud da lupus xəstəliyinin də bərabər görülməsi çox müşahidə olunan bir xəstəlikdir. Əgər qalxana bənzər vəzi xəstəliklərin xüsusən də yanaşı görülmə məsələsinə gəldiyimizdə qalxanabənzər zəhərli zob dediyimiz ürəyə ən çox sıxıntı yaradan xəstəliklərdən biri bu tireotoksoz, yəni qalxanabənzər vəzin həddindən artıq işləməsidir. Bunu belə vurğulayacağam mən. Orkestra şefi nə qədər əlini tez-tez eləsə, nə olacaq? Arxadakı səhnədəki insanlar daha tez-tez işləməyə başlayacaqlar. Ona görə də əgər orkestra şefi tez-tez işləsə, qalxanabənzər vəzi yəni çoxlu miqdarda hormon ifraz etsə, ürək başlayacaq daha çox işləməyə. Və nə olur? Ürək kəskin artdığına görə, bəli, bir müddət sonra nə olur? Ürək artıq ritm problemini gətirib çıxardır. Ona görə də bəli, aritmiya olan xəstələr bizə müraciət etdiyində mütləq ilk baxdığımız orqanlardan biri nədir? Mütləq şəkildə qalxanabənzər vəzi hormonlarıdır. Əksini düşünək, orkestra şefi yavaş-yavaş işləyir, arxadakı o digər komplement digər üzvlərinə olacaq, onlar da yavaş işləyəcəklər. Eyni qaydada bir insanın təzyiqi aşağıdırsa, xəstə hipotansivdirsə, bu zaman biz yenə baxırıq nəyə? Qalxanabənzər vəzi hormonlarına. Niyə? Çünki orkestra şefi zəif işləyir. Zəif işləyənə görə ürəkdə zəif işləyir, ürək daxilindəki damarların təzyiqi aşağı olur və bizim təzyiqimiz az olur. Ona görə də yəni orkestra şefi necə istəyirsə, bədənimizdəki orqanlar o vəziyyətdə işləyir. Bəs peşəmiz necə təsir edirmi bizim qalxana bənzər vəzimizin işinə? Xüsusən də həkimlər arasında radioloqlar, xüsusən də daha çox şuana məruz qalanlar, invaziv kardioloqlar, invaziv radioloqlar çox təəssüflər olsun ki, qalxana bənzər vəzi xərçəngi üçün böyük risk təşkil edirlər. Hətta bunların çoxunun 60% belə gələcəkdə artıq qalxana bənzər vəzi xərçəngindən əzə çəkirlər ki, ona görə də nə edirlər? Onların günlük olaraq baxacaq xəstə sayını, yəni bədənlərinin daxil olacaq radioaktiv maddənin miqdarını nizamlayırlar ki, həddindən artıq olarsa, o nə olar? Bədənə reaksiya verə bilər və yaxud da gələcəyə onkoloji problemi gətirib çıxarda bilər. Hətta ona görə onların hamısının yıxasında dozimetr olur ki, yəni hər hansısa bir o siqnalı açdığında avtomatik olaraq dozimetriyə siqnal gəlir ki, artıq sən təhlükəli zonaya keçmisən. Ona görə həkimlər arasında invaziv kardioloqlar, invaziv radioloqlar və digər radioloqlar, xüsusən də dediyimiz kimi KT-də, rentgendə, mamografiyada oturan insanlar gələcəkdə qalxana bənzər vəzi xərçəngi üçün böyük risk təşkil edirlər. Bəs belə bir fikir gəlir ağlımıza. Çünki deyirlər ki, insanlar arasında belə bir fikir yayılıb ki, bizim bu mollara, ticarət mərkəzlərinə girəndə keçdiyimiz, sonra hava limanında keçdiyimiz bu yoxlama məntəqələri ki var, oradan keçəndə də biz şualanırıq, tez-tez səyahət edənlər və yaxud orada çalışanlar da risk qrupundadırmı belə çıxır? Oradakı verilən şua çox cüzi bir şuadır. Yəni orada belə deyim də, bir KT-də bizim aldığımız şuanı müqayisə etdiyimizdə
Xəzər dənizi ilə sadəcə olaraq bir damla suyu müqayisə etmək kimidir. İnsanlar qorxmasınlar, səyahət etməyə davam etsinlər. Hətta onun bəyan qarantisini veririk ki, nə qədər çox gəzsələr, o qədər xəstəliklər stresi azalacaq. Onu düşünməsinlər. Hətta çünki mənim bir rəfiqam var, səyahətdən gələndə çumadanını balkona qoyur. Deyirəm, niyə belə edirsən? Bir o oradan keçəndə şualanır və o şuan mənimlə evə gəlir, evə yayılır. Dedim, sizinlə də dəqiqləşdirim ki, doğrudan belədir, yoxsa yox. Bu deməli yalan siqnaldır. O rəfiq ay özləri nə edir? Təşəkkür edirəm ətraflı məlumat üçün. Uşaqlarda necə? Düzdür, siz indi terapevtsiz, daha çox böyüklərlə rast gəlirsiniz. Siz bayaq genetik faktor dediniz. Bu qadın Hashimoto'dursa, deyək ki, hamiləlik planlaşdırdı və yaxud ekstrakorporal maylamanın hamilə qaldı. Gələcəkdə və yaxud zəhərli zobu var, gələcəkdə bu zəhərin uşağa keçmə ehtimalı, uşağın erkən dövrdə tiroid problemi yaşama ehtimalı və yaxud hamiləlikdə o xanımın qəbul etməli olduğu preparatlar, süd verdiyi dövründə qəbul etdiyi preparatların uşağın sağlamlığına təsirindən istəyirəm danışaq biraz da. Bayaq vurguladığımız kimi ümumiyyətlə hamilə qalmaq üçün qalxına bənzər çox önəmlidir. Hamilə qaldıqdan sonra da uşağın inkişafı üçün, uşağın eyni zamanda bir sonraki dönəmdəki, yəni doğumdan sonraki inkişaf üçün mütləq vacib bir hormonlarımızdan biridir. Ona görə də biz daim bunu təqib edirik. Hətta dediyimiz kimi, əgər qalxına bənzər zəhərli zobu erkən doğumları gətirib çıxarda bilər, qalxına bənzər vəzinin zəif çalışması, hipotireoz, uşaqda zehni inkişafı ciddi şəkildə ləngidə bilər, uşaq gəvəcəkdə doğularkən zehni qüsurla dünyaya gələ bilər və bu ola bilər ki, əgər anadan hamiləlikdən öncə qalxına bənzər vəzi xəstəliyi varsa, uşaqda qalxına bənzər vəzi xəstəliyi olma ehtimalı yüksəkdir. Yox, əgər bəzən olar ki, hamiləlik zamanı ortaya çıxan qalxına bənzər vəzi xəstəlikləri var ki, əgər hamiləlikdə ortaya çıxan bir qalxına bənzər vəzi xəstəliyi varsa, bu zaman isə onun uşağa keçmə ehtimalı çox yoxdur. Amma mütləq şəkildə o dönəmdə doğru şəkildə nizamlanmalıdır. Bəzən insanlar, xüsusən tənbəl zobda qalxına bənzər vəzin zəif çalışması zamanı hamilə qalırlar. Düşünürlər ki, hamiləlikdən öncə istifadə etdikləri zob dərmanlarını, yəni hipotireoz üçün istifadə etdikləri dərmanları hamiləlikdə dayandırmaq lazımdır. Qəti şəkildə yox. Əksinə dozanı artırır. Tamamilə doğrudur. Dozasını artırırıq ki, çünki niyə? Bədənimiz üçün, normalda belə deyim ki, hamilə olmayan bir qadından TSH rəqəminin 5-6 olması sıxıntı deyil. Amma hamilə bir qadında uşağın zehni inkişafı üçün, beyin inkişafı üçün TSH-ın 5-6 olması uşağın zehni inkişafına mənfi təsir göstərir. Hətta 2-nin altında tutun deyirlər, hətta son çalışmalar. Bəli, mütləq şəkildə dozasını artırırıq ki, o normal olsun. Bəzən də ola bilər ki, qalxında bənzər zəhərli zobunda isə bəzi dərmanlar var ki, bunların hamiləlikdə istifadəsi bəli, əks göstərişdir. Amma orada da hamiləlikdə uşağa hər hansı zərər verməyən dərmanlarımız var. Seçim preparatlar var. Bəli. Ona görə də əgər bir sıxıntımız varsa, mütləq həkiminizin nəzarəti ilə bu dərmanları kəsib və ya davam etməyəcəyinizə həkimimiz qərar verəcək. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Çox ətraflı, səbirlə cavablandırdınız bütün suallarımızı. Əminəm ki, tamaşaçılar üçün də çox faydalı oldu. Nəzərinizə çatdırım ki, bugün Ay Həkimin qonağı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Dr. Zakir Quliyev idi. Dostlar, son olaraq təşəkkürüm bizim verilişimizin sponsorlarınadır. Sponsorumuz, bizim baş sponsorumuz Ştada şirkətidir. Günə 3 fincandan artıq kofe içirsinizsə, hamiləlik dönəmindəsə, laktasiya dönəmindəsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, vegansınızsa, o zaman sizin kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də analizlərdən sonra həkim təyinatına uyğun olaraq kalsium D3 nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini istifadə edə bilərsiniz. 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsili İdman həkimi Fərid Səlimovdur. Bildiyiniz kimi tibb inkişaf edir və nə gözəl ki, dünya ilə eyni anda Azərbaycanda da bu tibbin inkişafından yararlana bilirik. Fizioterapevtik yanaşma ilə Fərid Səlimov sizə müalicə təqdim edir. Diz, onurğa, çiyin, əzələ ağrılarının artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun.